balaca dostlarım. Bugün sizə Göyçək Fatmanın nağılını danışacağım. Hazırsınız? Onda başlayaq. Biri var imiş, biri yox imiş. Bir kişi var imiş. Bu kişinin bir arvadı və bu arvaddan Fatma adında bir qızı var imiş. Fatma çox ağıllı və gözəl qız imiş. Bir gün Fatmanın anası xəstələnir və qızına deyir ki, mən dünyamı dəyişəndən sonra atan özünə təzə yoldaş alacaq. O arvad da səni çox incidəcəkdir. Amma qara inəyimizdən müğayət ol. Onu özün otar. Qızın anası dünyasını dəyişir və atası dediyi kimi özünə yeni bir həyat yoldaşı alır. Bu arvadın da özünün də bir çirkin qızı var idi. Arvad Göyçək Fatmanı çox döyüb incidirmiş. Fatma səbr edib hər gün qara inəyi aparırmış otarmağa. Fatmanın analığı ona yun, daraq verərmiş ki, çöldə darayıb yunu əyirsin. Fatma yunu verərmiş inəyin ağzına. Qara inək yunu udar, sonra hazır ipi ağzından çıxarıb Fatmaya verərmiş. Bir gün Fatma yun daradığı yerdə külək onun əlçimini birini götürüb qalxızdı havaya. Fatma bunun dalınca yürüyüb dedi: "Qanadına qurban yel baba, əlçimimi sal baba." Yel onun əlçimini götürüb bir bacadan saldı. Fatma evə girib gördü ki, burada bir heybətli qarı oturub. Qarı nə qarı? Alt dodağı yer süpürür, üst dodağı göy. Qarı qabağına bir qurbağa qoyub onu sığallayır. Bu div anası idi. Fatma qarıya baş əyib dedi ki, mənim əlçimimi ver. Qarı dedi: "Gəl bir başıma bax, sonra verim." Fatma onun başına baxanda gördü ki, ilan qurbağa ilə doludur. Qarı soruşdu: "Mənim başım yaxşıdır, yoxsa ananın başı?" Fatma cavab verdi ki, "Səninki yaxşıdır." Qarı soruşdu: "Bu qurbağa göyçəkdir, yoxsa insan?" Fatma dedi: "Könül sevən göyçəkdir." Fatmanın sözləri qarının çox xoşuna gəldi. Qarı onun əlçimini verib dedi: "Gedərsən qabağına bir ağ su, bir qara su və sonra bir qırmızı su çıxacaq. Ağ suda çimərsən, qara su ilə saçını yuyarsan, qırmızı sudan yanaqlarına sürtərsən." Bir də qarı öz tükündən verdi ki, dedi ki, "Nə vaxt mən lazım olsam onu yandırarsan, yanında hazır olacam." Fatma tükü götürüb necə ki qarı demişdi, elə də elədi. Əvvəlcə ağ suda çimdi, sonra qara suda saçlarını yudu və qırmızı sudan götürüb dodağına, yanağına çəkdi. Elə göyçək oldu, misli və bərabəri tapılmadı. Analığa Fatmanın gec gəldiyini görüb qızına dedi: "Çıx gör Fatma necə oldu?" Qızı çıxıb gördü ki, Fatma gəlir, amma elə gözəlləşib ki, adam baxanda gözü qamaşır. Fatma evə gələndən sonra analığı onu danladı. Onun gözəlliyini görüb soruşdu: "Haradan belə gözəl oldun?" Fatma başına gələni analığına söylədi. O da sabahsı günü Fatmaya dedi ki, "İndi sən otur evdə, qoy bugün mənim qızım getsin inəyə otarmağa." Ana öz qızına yun və daraq verdi. Yel bunun da əlçimini götürüb gətirdi həmin damın bacasından saldı. Qız əlçimin dalınca yürüyüb içəri girdi və qarıya dedi: "Əlçimimi ver." Qarı dedi: "Başıma bax, sonra verim." Qız onun başına baxanda qarı soruşdu: "Mənim başım yaxşıdır, yoxsa nənənin başı?" Qız dedi: "Sənin başın çox pisdir, nənəmin başı yaxşıdır." Qarının buna acığı tutub dedi: "Gedərsən qabağına bir ağ su çıxar, bir qara su. Qara suda çimərsən, ağ suda başını yuyarsan." Qız ağ suda başını yuyub qara suda çimdi. Daha da çirkin və kifir oldu. Anası bunu görüb Fatmaya bərk acığı tutdu və hirsindən az qaldı çatılasın. Fatmanın acığına istədi ki, onun inəyini öldürsün. Çünki işlərin başı inəyi idi. Bir gün arvad dalına 1-2 lavaş bağlayıb, üzünə zəfəran çəkib, girdi yorğan döşəyə.
Əri evə gələndən sonra o yan bu yana döndü. Lavaşı dalında qırdı. Əri soruşdu. Arvad, nə olub sənə? Sümüklərin elə şaqqıldayır ki, rəngin də saralıb. Arvad dedi. Bərk naxoşam, ölürəm. Qara inəyi gərək kəsəsən, mən də onun ətindən yeyim. Bəlkə dirilərəm. Kişi istəmədi ki, Fatmanın inəyini öldürsün. Amma əlacı kəsilib dedi. Qoy Fatma evdən bir yana getsin, inəyi kəsim. İnək bunların fikrini qanıb Fatmaya dedi. Məni kəsəcəklər, amma sən mənim ətimdən yemə. Sümüklərimi yığıb bir yerdə basdır. Hər vaxt istəsən, gəl o yerə üstünü aç, orada bir dəst paltar və bir cüt qızıl başmaq taparsan. Fatma inək ilə evə qayıdanda atası onu iş dalınca göndərib inəyi kəsdi. Fatma qayıdıb inəyi ölmüş görüb çox ağladı. Haray-haraya çatdı. İnəyin ətindən heç yemədi və sümüklərini yığıb bir yerdə quyuladı. Sabahdan xəbər çıxdı ki, padşah oğluna toy edir. Fatmanın analığı yenə bir çanaq darı səpib dedi ki, bunları bir-bir yığarsan çanağa. Yanında bir də küp qoyub dedi. Bunu da ağlayıb gözünün yaşı ilə doldurarsan. Öz qızını da geyindirib, keçindirib apardı toya. Yazıq Fatma qəmgin oturub başladı ağlamağa. Birdən qarı yadına düşdü. O verdiyi tükü yandırdı və həmin qarı o saat hazır oldu. Fatma başına gələni qarıya söylədi. Qarı dedi. Qəm yemə, tezlik ilə hamısı başa gələr. Qarı ayağını yerə vurdu. O dəqiqə yerdən bir toyuq, yanında da cücələri çıxdı. Darını təmiz dənlədilər. Çanağı qarının gətirdiyi başqa darı ilə doldurdular. Qarı Fatmaya dedi. Küpü də təmiz su ilə doldurub içinə bir ovuc duz dök. O da olsun göz yaşı. Sonra qarı ilə Fatma inəyin sümüyü bastırılan yerə getdilər. Buranı qazıb gördülər ki, bir dəst zərif ipək parçadan libas və bir cüt qızıl başmaq çıxdı. Burada çoxlu qızıl da var idi. Qarı libası, başmağı geyindirdi Fatmaya və biraz qızıl, biraz da torpaq götürüb Fatma ilə toya getdilər. Burada qarı dedi. Bu qız mənim nəvəmdir. Qoyun o da oynasın. O Fatmanın bir ovucuna qızıl, bir ovucuna da torpaq qoyub tapşırdı ki, analığının tərəfinə oynayanda onların üzünə torpaq səp. Özgələrin tərəfinə oynayanda qızıl. Fatma da çox gözəl oynayırdı. Hamı onun oynamağına aşiq oldu. Analığı tərəfdə oynayanda torpaq səpdi. Özgələri tərəfi oynayanda isə qızıl. Oynayandan sonra Fatma tələsik evə qayıtdı. Çox tələsdiyinə görə körpüdən keçəndə başmağın bir tayını suya saldı. Fatmanın analığı toydan qızı ilə qayıdıb gördü ki, Fatma evdə oturub öz tapşırdıqları işləri də yerinə yetirib. O çox qəzəbli idi. Fatma soruşdu, ay ana toyda nə gördünüz? Analığı acıqlı dedi ki, heç zat görmədik. Bir günü qara gəlmiş qız çıxdı, oynadı. Özü də sənə oxşayırdı. Biz tərəfi oynayanda torpaq səpirdi. Özgələri tərəfi oynayanda qızıl gümüş səpirdi. Fatma dedi, mən evdən də çölə çıxmamışam. Sənin buyurduğun işlərin dalınca olmuşam. Bir gün padşah ova çıxdı. Körpünün yanından keçəndə istədi ki, atına su versin. At suya yaxınlaşanda suyu içmədi. Padşahın oğlu adam saldırıb çaya axtardı. Onun içindən bir qızıl başmaq tapdılar. Başmaq çox zərif idi. Padşahın oğluna çox xoş gəldi. İstədi ki, nə tövür olsa axtarıb onun yiyəsini tapsın və özünə alsın. Çox gəzdilər, tapmadılar. Carçılar car çəkəndə Fatmanın analığı eşitdi. Onun əl-ayağını bağlayıb təndirə saldı və öz qızlarının ayaqlarına yuyub qazıdı. Padşahın oğlunun adamları axtara-axtara gəlib çıxdılar Fatmagilin evinə. Çirkin qızın ayağına başmağı geyindirdilər. Amma olmadı ki, olmadı. Soruşdular ki, bu evdə başqa qız varmı? Fatmanın analığı cavab verdi ki, yoxdur.
Amma Fatmanın bir xoruzu var idi. Bu xoruz başladı banlamağa. Fatma bacım təndirdə, ayaqları kəndirdə. Arvad nə qədər istədi ki, xoruzu qovsun, olmadı ki, olmadı. Xoruz sıçradı damın üstünə, uca səslə banladı. Fatma bacım təndirdə, ayaqları kəndirdə. Padşahın adamları bunu eşidib təndirə baxdılar. Gördülər ki, bunun içində bir gözəl qız var, amma əli ayağı bağlıdır. Qızı çıxardıb başmağı onun ayağına geyindirdilər. Gördülər ki, başmaq elə bir onun ayağına biçilibdir. Apardılar padşahın oğlunun yanına. Padşahın oğlu onu görən kimi cani dildən aşiq oldu və 7 gün 7 gecə toy edib Fatmanı özünə arvad aldı. Yedilər, içdilər. Siz də yeyin, için, muradınıza yetişin. Mənim şirin balalarım, bugün Göyçək Fatmanın nağılını öyrəndik. Kanalımızı izləməyi, bəyənməyi unutmayın. Unutmayın ki, yeniliklərdən xəbərdar olasınız. Hələlik.